Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in, əmmə ba'd. Namaz qılmaq İslamın ikinci rukunudur. İslamın dirəyidir. Hər bir müsəlmana vacibdir ki, etdiyi əməlin fəzilətini bilsin. Hətta əməli etməyə rəğbəti böyük olsun deyə və əməli etməkdə səhlənkarlıq etməsin deyə və həmin əməlin mükafatından da xəbəri olsun ki, həmin əməldə səhlənkarlıq etməsin. Namaz, əziz qardaşlar, müsəlmanla Allah arasında olan ən böyük rabitədir, ən böyük bağlantıdır, ən böyük əlaqədir. Qulla Allah arasında olan. Ona görə Allah Azza və Cəllə qullarından bu rabitəni heç bir halda götürmür. Və istər insan səfərdə olsun, istərsən yaşadığı yerdə olsun, istər xəstə olsun, istər sağlam, hətta istər müharibədə olsun, istər əmin-amanlıqda, hər bir halda namazı əda etməyi Allah Azza və Cəllə əmr eləyir. Hər bir halda. Namazı tərk etmək heç bir halda izin deyil, icazəli deyil. Müsəlman ayaq üstə əda edir, bacarmasa otura, bacarmasa uzana və yan tərəfə dəstəmaz alır. Əgər su olmasa və yaxud da su olub da xəstəlik ucbatından su istifadə etmək zərərli olarsa, təyəmmüm eləyir və bacardığı şəkildə namazı əda eləyir. Səfərə çıxdığı zaman hər namazı öz vaxtında qılmaqda çətinlik olduğuna görə səfərlə əlaqəli icazə verilir şəriətdə ki, müsəlman 4 rəkətli namazları qısaltsın, 2-2 qılsın və namazları birləşdirməyə də icazə verilir. Zöhrlə əsri, məğriblə işanı. Namazın ən böyük fəzilətinə dəlalət edən dəlillərdən Allah Azza və Cəllə Ankabut surasının 45-ci ayəsində buyurur: İnnəs-salətə tənhə anil fəhşəi vəl munkar. Həqiqətən namaz insanı, həqiqətən namaz fahişəlikdən və münkər əməllərdən çəkindirir. Əgər ey insan pis əməllərdən, münkər əməllərdən, günahlardan və asiliklərdən çəkinmək istəyirsənsə, Allahın əmr etdiyi, Rasulullah sallallahu aleyhi və səlləmin öyrətdiyi şəkildə namazı əda etkinən, rukunlarını əda edərək, vaciblərini yerinə yetirərək, sünnələrinə riayət edərək. O zaman görəcəksən ki, gerçək mənada namaz səni bir çox münkər əməllərdən çəkindirir. Həmçinin bilmək lazımdır ki, şəhadətdən sonra, kəlmə şəhadətdən, La ilahə illallah, Muhammedur Rasulullah kəlməsindən sonra ən fəzilətli əməl namazdır. Ən fəzilətli əməl. Heç bir əməl namaz qədər deyil. Abdullah ibn Məs'ud radiyallahu anhu buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdum ki, Əyyül əməli əfdal, hansı əməl ən əfzəldir ya Rasulallah? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Əs-salatu li vaxtihə, vaxtında qılınan namaz. Hədisi İmam Buxari Müslim rivayət edib. Həmçinin qardaşlar, namazın fəzilətinə dəlalət eləyən dəlillərdən biri də Cəbir ibn Abdillah radiyallahu anh'ın rivayət etdiyi hədis. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Məsəlus salavatil xams kəməsəli nəhrin. 5 vaxt qılınan namazın məsəli axan çayın məsəlinə bənzəyir.
كَمَثَلِ نَهْرٍ غَمْرٍ عَلَى بَابِ أَحَدِكُمْ يَغْتَسِلُ مِنْهُ كُلُّ يَوْمٍ 5 مرات. Peyğəmbər s.ə.v buyurur ki, 5 namazın məsəli sizdən birinizin evinin önündən, qapısının önündən bir çay axa, o çayda girib gündə 5 dəfə çimdikdə, necə ki, ətində, bədənində kir tapılmazsa, eləcə də 5 vaxt namaz qılan insanın günahlarının bağışlanması həmin o şəkildə o çayda çimənin misalına bənzəyir. Necə ki, o çayda çimmək insanın kirini aparırsa, 5 vaxt namaz qılmaq da insanın günahlarını o şəkildə təmizləyir. Hədis İmam Müslim rivayət edib. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verib ki, namaz onu qılan insan üçün dünyada və axirətdə tamamilə nur və ışıq olacaqdır. Abdullah ibn Ömər radiyallahu anhuma buyurur, deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün namaz haqqında danışdı və belə dedi: "Mən hafaza aleyha kanat lahu nuran və burhanan və nəcatan yevmel qiyamah." Kim namazı qoruyarsa, kim namazını qoruyarsa, yəni ərkanlarını, vaciblərini, şərtlərini və gözəl şəkildə əda eləyərsə, kim namazlarını qoruyarsa, onun namazı qiyamət günü onun üçün nur olacaq, dəlil olacaq və nicat olacaq. Və mən ləm yuhafiz aleyhə, və kim namazlarını qorumazsa, ləm yekun ləhu nur, onun üçün nur olmayacaq. Və lə burhan və lə nəcat, nə onun üçün dəlil, onun üzünü ağa çıxardan dəlil, nə də onun üçün nəcat olmayacaq. Və kənə yevməl qiyamə, və qiyamət günü kimlərlə olacaq? Ma'a Qarun, Qarunla, və Firavunla və Həmən, Firavunla və Həmənlə və Ubey ibn Xaləflə. Baxın qardaşlar, namazı qorumayan insanların aqibəti kafirlərlə həşr olunmaq olacaq. Hədis İmam Əhməd Musnəd kitabında və İmam Dərmi rivayət edib. Başqa bir hədisdə gəlir, Əbu Məlik radiyallahu anhunun, Əbu Məlik el-Əş'ari radiyallahu anh hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "Əs-salatu nurun." Namaz nurdur. Hədis İmam Müslim rivayət edib. Burayda radiyallahu anhun hədisində gəlir, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "Bəşşir el-məşşəinə fi-zuləm iləl-məsəcidi bin-nuri-təmi yevməl-qiyamə." Gecənin zülmətində məscidlərə addım ataraq gedən insanları qiyamət günü tamam və kamil şəkildə nurla müjdələyinə. Hədisi İmam Əbu Davud və Tirmizi rivayət edib, hədisi Albani rahmehullah səhihləşdirib. Həmçinin əziz qardaşlarım, namazı qılmaq insanın dərəcəsini qaldırır Allah qatında və insanın etdiyi günahlarının kəffarəsi olur. Həm insan namaz qılmağı ilə Allah qatında dərəcəsi artır, həm də insanın etdiyi günahlar təmizlənir. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün ən yaxın sahabələrindən birinə, Thəvbən radiyallahu anhuya deyir ki, "Aleykə bi kəsrətis sucud." Səcdəni çoxaltqinən, çox səcdə etqinən. "Fə innəkə la təscudu lillahi səcdətən illə rafa'akallahu bihə dərəcə." Çünki etdiyin hər səcdədə elə bir səcdə etmirsən ki, Allah onun sayəsində səni yüksəltməsin. Yəni, etdiyin hər bir səcdədə Allah azza və cəllə səni yüksəldir. Və hatta ankə bihə xatiə, və hər etdiyin səcdədə Allah azza və cəllə sənin bir günahını və yaxud da günahını silir. Ona görə gəlin baxaq, əziz qardaşlarım. Allah azza və cəllənin bu insanlara bəxş etdiyi bu böyük ibadət ən böyük nemətdir. Çünki həm insan paklanır, fiziki olaraq da, mənəvi olaraq da. Həm insan Allah qatında ucalır, həm də insanın günahları bağışlanır. Allah azza və cəllədən diləyirəm ki, bu əzəmətli ibadəti əda etmək üçün razı qaldığı şəkildə hamımıza yardım etsin və köməyimiz olsun və etdiyimiz bu ibadətləri öz dərgahında Allah azza və cəllə qəbul etsin.
Və sallallahu və səlləm və barik alə nəbiyinə Muhammed.